O məclisdə deyəsən tək bircə mən yad idim. Qarışmırdım heç kəsə, hamıdan azad idim. Təkliyim, tənhalığım yoxsa dəydi gözünə, çiynin üstdən baxıb gülümsədin üzümə. O təbəssüm görəsən nəyin işarəsi idi? Bəlkə məni gözləyən dərdlərin çarəsi idi. Mən onda lap cavandım, nə görmüşdüm mən axı, ömrüm hələ yavandı, yoxdu dərdim, günahım. Bütün dərdlər, günahlar qabaqdaydı, qabaqda, üstümə qatar-qatar gəlirdilər uzaqdan. O məclisdə bəlkə də sən ən gözəl xanımdın. Mən səni tanımırdım, sən məni tanımırdın. Heç bilmirəm kim idin, nə idi sənin adın da, amma o təbəssümün yadımdadır, yadımda. O təbəssüm bəlkə də anlasaydım mən dəli, baş tutmayan bir eşqin əvvəli idi, əvvəli. O ötəri, gözücü, xilaskar təbəssümün, o həm ana, həm bacı, həm də yar təbəssümü. O gündən illər keçib, biz bu illər uzunu nə bir yol rast gəlmişik, nə görmüşəm üzünü. Bəlkə o məclisdəki o tənha, o tək oğlan sənin yadından da lap çoxdan çıxıbdı, çoxdan. Bəlkə xoşbəxtsən bugün, ər də var, ailə də, amma o təbəssümün mənimlədir hələ də. Gizlicə bağışlanan çiçək kimi, gül kimi qalıbdı bu vaxtacan aramızda sir kimi.